Salam əziz izləyicilər. Biz bugün sizinlə 8-ci sinifdə oxuyan bədii qiraətçilərimizlə bərabər tanış olaq. Biz 8-ci sinifdə təkcə elmləri öyrənmədik. Həmçinin qiraətə, ədəbiyyata böyük maraq göstərən bu ədəbiyyatçı qəhrəmanlarla sizi də tanış etmək istəyirəm. Mələkə, sinifimin əlaçısı. Ülkər, sinifimin dəcəli, şıltağı, şirini. Nuranə, sinifimin rəssamı. Ruhid, sinifimin ağıllısı, tərbiyəlisi. Əlimurad, sevgi dolu, müəllimlərinə dərin hörmət bəsləyən igid. Rəsul, sinifimin alimi. Əziz uşaqlar, mən sizinlə qürur duyuram. İndi isə sizin bu əsərlərdə əldə etdiyiniz o gözəl fikirləri bizimlə bölməyinizi səbirsizliklə gözləyirəm. Buyurun, siz bu kitablardan nə əldə elədiniz? Mələkə. Hər kitabdan fərqli nəticələr çıxardıq. Çünki hər kitabın məzmunu fərqlidir. Hər kitab haqqında düşüncələrimiz fərqlidir. Buyur, hansı kitab sənə daha doğmadır? Onun haqqında nə deyə bilərsən? Hansı kitab doğmadır deyə bilmərəm. Hər kitabın öz yeri var məndə. Məsələn, hansı kitab olmaq istəyə bilərəm. Amfibiya Adam kitabında baş qəhrəman olan İxtiyandır qəlsəmə ilə nəfəs alır. Yəni, atası onun ağciyərini çıxardıb balığın qəlsəməsi ilə nəfəs edir və o sadəcə suda yaşaya bilir. Quruya çıxanda nəfəs almamağa başlayır və yəni suya girməli olur. Aleksandr Valeyevin yazıçılıq etdiyi bu kitabda çox maraqlıdır. Eyni zamanda filmi də var. Oxuyucuya böyük... Tövsiyə edirsən ki, oxusunlar. Nə götürdün bu əsərdən? Yəni, insanların elmi işlərlə məşğul olmasını gördüm. İxtiyarların atası çox qeyri-adi bir iş görürdü. Yəni, sıçanın başına itə qoyur, onun başına buna qoyur. O cürə olaraq qeyri-adi bir işdir. Daha hansı kitablardan nə əldə elədin? Məsələn, Zamanın Əsirləri kitabı. Reyhan Yusuf qızının Yaşıl Gözlü qız əsərinin ikinci hissəsidir. Zamanın Əsirləri. Burada Levinin axtarışındadılar və onu görmək üçün gələcəyə getməli olan Rüstəm və Kənan dostlarının sərgüzəştlərindən bəhs edir. Rüstəm zaman maşını hazırlayır və onlar gələcəklərini düşünərkən keçmişə gedirlər. Orada yeni insanlarla tanış olurlar, həyat tərzi ilə üzbəüz qalırlar, məşədəki çətinliklərlə üzləşirlər. Çox maraqlı bir kitabdır, yəni hamıya tövsiyə edirəm, amma oxuya bilər. Daha sonra Cəsur Kapitan var. Rudyard Kiplingin yazdığı bir əsərdir. Baş qəhrəman Harvey lovğa, ərköyün bir uşaqdır. Çox varlı bir uşaqdır, yəni o. Anası ilə birlikdə Amerikaya oxumağa gedərkən o gəmidən düşür və onlar balıq. Əsərin baş qəhrəmanı olan Harvey anası ilə birlikdə Avropaya təhsil almaq üçün gedir. Gəmi ilə səyahət edirlər. Bu zaman çox qəribə bir hadisə baş verir və Harvey gəmidən suya düşür. Bundan sonra onu balıqçı ekipajı üzvləri tapırlar. Onu tapandan sonra Harvey kasıb və balıqçılıq həyatına atılmalı olur. Artıq o zəngin, dəbdəbəli həyatını geridə buraxır. Daha sonra Jules Verne'nin Kapitan Grant'ın uşaqları Britaniya gəmisi qəzaya uğrayır və Kapitan Grant gəmi heyəti ilə birlikdə böyük bir qəzaya düşürlər. Bundan xəbər tutan Kapitan Grant'ın uşaqları Remy və Robert qardaşları onun axtarışına çıxırlar və bir gəminin heyəti ilə tanış olurlar. Bu gəmi heyətinin başçısı və onun üzvləri ilə birlikdə Kapitan Grant'ın axtarışına çıxırlar. Yəni, hər səhnə oxucuya böyük maraq kəsb edir və həyəcanla qarşılaşırıq. Aya Səyahət kitabı Jules Verne'nin elmi fantastik əsərlərindən biridir. O, burada deməli, Aya səyahət edərkən bu işlər Amerikada vətəndaş müharibəsindən sonraki dövrdə cərəyan edir. Artilleriya klubunun üzvləri işsiz qalırlar və bundan sonra klub sədri Barbike ilə klub üzvlərinə bir məktub gəlir. Məktubda Aya səyahət etməyi istəyirlər. Bundan sonra onlar bu qərar verəndən sonra böyük işlər görürlər. Aya səyahət etmək üçün raketlər hazırlayırlar və bu külli miqdarda pul tələb edir. Bir şəkildə çox həyəcanla o işləri görürlər. Hər dəfə oxuyanlar böyük həyəcan içində qalırıq.
Daha sonra qəlbini itirən adam. Deməli, bu kitabı Bəstami Yazdan yazıb və Yunus Əmrəyə həsr olunub kitab. Kitabda baş qəhrəman olan Yunus baba çox qəlbi təmiz, mehriban, ürəkaçıl biridir. Qəlbini itirən adam olduğunu niyə düşünürəm kitabın adına? Məncə, yəni insanlar qəlbi var və o qədər də təmiz qəlbli deyirlər, ürəkaçıl deyirlər. Bu adam qəlbini itirib o qədər, yəni mehribandır, ürəkaçıldır, hamıya kömək edir. Hər kəsə dəstək olur, mənəvi dəstək olur hər kəsə. Daha sonra isə Sindbadın 7 səyahəti. Baş qəhrəman olan Sindbad 7 dəfə səyahət edir və hər səyahətində başına müxtəlif hadisələr gəlir. Hər dəfəsində Sindbad yaşayacaqmı, öləcəkmi deyə böyük həyəcan içində qalır və bunu oxucu oxuyanda anlayır. Bodrum Katı Türkiye yazıcısına olan Işıl Işıl'ın yazıcılıq etdiyi bir kitabdır. Beyaz Ev kitabının ikinci hissəsidir. Bu kitabda əsərin baş qəhrəmanı olan Ezel xaricdən öz evinə qayıdır və Beyaz Ev olan ev çox böyük və lənətli bir evdir. Evin otaqlarının sayı öz-özünə artır, öz-özünə azalır. Evdə 130-dan çox otaq var və hər yəni cümləsində oxucuya böyük həyəcan kəsb edir. Hamı oxuya bilər məsələn kitabı. Daha sonra Hava Şarında 5 həftə, yine Jules Verne'in yazdığı bir kitabdır. Elmi fantastik romanıdır. İlk elmi fantastik romanıdır eyni zamanda. Kitabın baş qəhrəmanı olan Cənab Ferguson bir çox insanın edə bilmədiyi, getsə də yəni yarıda buraxdığı bir işə başlamaq istəyir. O hava şarı ilə Afrikanı kəşfə çıxır.